hal-hazırda Suraxanı rayonu 33 saylı polis idarəsinin qarşısındayıq. Birbaşa ilə canlı efirdən bizim hörmətli ekspertimiz, beynəlxalq hüquq eksperti İsmail müəllim Zalovla və Bəxtin ilə bərabər birbaşa bura gəldik və yolda elə gələ-gələ də İsmail müəllim də elə mən də müxtəlif orqanlara artıq zənglədik. İsmail müəllim. Sağ olsun baş prokurorluğa dərhal məlumatı verdi. Suraxanı rayonu icra hakimiyyətinə məlumatı verdi. Kəmalə xanım sağ olsun. Bəli, Ağazadə. Ağazadə Kəmalə xanım sağ olsun. Və biz hal-hazırda Suraxanı rayonu 33-cü polis bölməsindəyik. Biz 33-cü polis bölməsinə gələndə rəis bizi qəbul etdi. Bəli. Və dərhal materiallara baxaraq, azyaşlı uşağın o şəkillərinə baxaraq rəis təhqiqatçını çağıraraq təhqiqatçıya göstərişini verdi və izahatları alındı və rəis müavini bizi qəbul elədi. Hal-hazırda 33-cü Suraxanı rayon polis bölməsində icra hakimiyyətinin nümayəndəsi də buradadır. Bəli, Asif müəllim buradadır. Asif müəllim də buradadır və bütün hüquq mühafizə orqanları əməkdaşları hal-hazırda 33-cü polis bölməsindədir və qarşı tərəfi gözləyirik. Qarşı tərəf gəlsin, onu da dindirsinlər və hüquqi addım atılacaq. Lazım olsa, gərək olsa o uşaqlar, qız və oğlan xəstəxanada yerləşdiriləcək. Nə anaya verilə bilər, məsələn, nə ataya verilə bilər, dövlətin himayədəliyinə verilə bilər. Çox gözəl. Və biz nəticəni gözləməliyik ki, hüquqi qiymət verilsin. Bəli, biz artıq 2 saatdır buradayıq və 12 saatda olsa gözləyərik. Çünki burada 2 az yaşlı uşağın taleyi var. Əgər bugün onların taleyi üçün, onların həyatı üçün bir təhlükə varsa, biz buradayıq. Hüquq mühafizə orqanlarını da bax buna görə biz əlaqələndirmişik. Uşaqların hüququ, uşaqların haqqı bizim ölkəmizdə, Azərbaycanda birinci növbədədir. Haqqı, hüququ nədirsə... Nurani xanım, sizə təşəkkür bildirirəm. Həqiqətən də qəşəng. Hər birinizə təşəkkür edirəm. Yaxşı olacaq, Allah razı olsun. Səbirli olun. Gününüzü həsr edirəm siz mənə. Bu dəqiqə mənlə bərabər burada gözləyirsiniz. Allah hamımızdan razı olsun. Darıxma, yaxşı olacaq. Əsas odur ki, o uşaqların yeri yaxşı O olsun. sənin 2 evladın nə olsun, sən o 2 evladın anasısan. Ancaq o 2 evlad dövlətin balasıdır, dövlətin evladıdır və hər birimizin də arxasında duran dövlətimiz var. Bizim sınacağımız dövlətimizdir. Bir daha da təşəkkür edirəm hüquq mühafizə orqanlarının əməkdaşlarına ki, bu gecə operativ olaraq bu dəqiqə hal-hazırda saat 8-in yarısıdır. 8-in yarısıdır. Hamısı buradadılar. O işlə bağlı olaraq məşğul olurlar. İstintaq siridir, açıqlaya bilmərik. İnşallah hüquq qiymət verilir. Mənim gördüyüm o videolardan, o şəkillərdən sonra çox sağ olun ki, bu saata qədər mənim yanımda oldunuz. Mən o şəkillərdən sonra artıq uşaqlarımın həqiqətən də o ailədə, o vəziyyətdə yaşamalarını nə istəyirəm, nə də artıq qəbul edə bilmirəm bunu. Hal-hazırda o uşaqların məndə də qalmasını istəmirəm, amma yetər ki, o uşaqlar hal-hazırda o evdən çıxarılsın, sığınacağa yerləşdirilir, hara yerləşdirirsə yerləşdirsin, amma o evdən çıxmasını istəyirəm o uşaqların. Bu dəqiqə o uşaqların o vəziyyətdə, o evdə qalmasını istəmirəm. Gözəl qız, baba oğlan. Gəl bura, gəl yanıma. Mamanı istəmirsən? Niyə? Gözəl. Gece bak uşaqlara heç kesin. Yox, həkimdən keçməlidir də Can xala. Gece bak uşağı siz qanunu pozun. Yox, qanunu pozmuruq biz. Uşağı valideyni ilə bir yerdə aparırıq, tək aparmırıq. Ona görə narahat olmuyor. Fərqi yoxdur. Gece vaxtı uşaqları bu vaxt saat 10'da. Mən uşaqları gece vaxtı evdə sizə çox böyük hörmətim var. Allah'ıma and olsun, sabah gidip prezidentin karşısında... Yox, prezident demədi Can xala ki, adı nədir, ailə olsun, sonra boşansın falan. Müəllimə, gözəl ziyarlı xana, hə, qanun hər şeyə şaxdır, qanun qanundur.